biz bir zaman. Bizi qohum eyləyənə canımızda qurban. Yaşayır ömrümüzü şən firavan. Biz mehriban bacanaqlarıq. Yeri gəlsə dostluq həm də yoldaşıq biz. Dar məqamda etibarlı sirdaşıq biz. Sanki hamı sana doğma əziz qardaşıq biz. Biz mehriban bacanaqlarıq. Var ol ay bacanaq. Nə yaxşı ki belə bacanağın oldu mənim. Hər bir işimizdə bir-birinə dayağıq. Bir yerdə olanda unudulur həyatın acıları, dərdi qəmi. Birdir gördüyümüz hər işimiz, söhbətimiz, hər sözümüz. Mehriban bacanaqlarıq. Sabah xeyir. Sabah xeyir. Uşaqları qoydun məktəbə? Hə, qoydum. Bu nədir? Bana çay ver. Nə olub? Bu Əlkiram Bayramovu tutturmasa məndən pis adam yoxdur, gözlə. Mən başımı müğəllilik edir, gedir tuğa klip çəkdir, əsrin gözəli. Tərək, tərək. Əl-Kiramı niyə? Əlkiram tutturmasa məndən ləqəs adam yoxdur, Niyə axı? Mən nə çiçəğin pulunu verə bilirəm, nə qazın pulunu verə bilirəm, nə kommunal xərclərini ödeyə bilirəm. Bəsdir də Əlkiram, yığışdır da. Əl-Kiramın nə günahı var ki, sən kommunal verə bilmirsən? Ha, bu binada ən imkanlı adam o deyil. 50 dəfə qapısına getmişəm ki, Əlkiram, səndən xahiş edirəm. Mənə biraz pul ver, mən bu işıq pulunuz adını ödəyəmirəm də, kommunal xərclərini ödəyəmirəm. Mən də özümə görə bir kişiyəm, amma qazanamıram, köməklik elə. Mənə deyir ki, yoxdur. Yoxdur, yoxa çıxsın, nə olar? Səni şərliyib tutduraram. Sən onda bilərsən ki, yoxdur, nədə Əlkiram. Hələ o məni tanımır. Sakit ol, qışqırma. Qismət yatıb görmürsən? Ha, qismət yatacaqları mən adam burada tutduram, o yatır. Yetirlə, təcərdün. Qismət. Ha, Qismət. Ha, dur, gedək ki, qardaş, əllə verə, Əlkiram tutturaqdan, ha? Ha, dur, bəs sən nə vaxt, nəyə yer yaşan? Ha, qadınqam, dur. El yiyəcəm, bir dənə şapalaq vursun, ondan da Əlkiram getdi. Ha, Qismət. Dur. Dur, dur. Sabah Buyur. xeyir. Sabah xeyir. Qismət yatıbdı qaba. Hə, bilirəm yat. Axşam dalaşmışıq, gəl burada yatın. Axşam dalaşırsın. Ay, Qismət. Axşam dalaşdığınıza görə burada yatın deyə, yorğundur. Səhərə kimi jurnal oxur, qızlarım şəhərlə var. Eyvə lazım bir qıza görə aləyənizi dağıdım. Amma bir dəqiqə buna bax, otur. Nətər qızdır? İşək qızdır. Və Qismət də onu deyir ki, qəşək qızdır.
bütün gün şəkillərə, qızlara baxır. Cibinin axırıncı qəpiyinə kimi. Qızlarımıza xəşir, bunun üçün də bir qəpi var qadam. Kimə xəşirdir? Qazalı gətirir, hara verir? Bağa dizdirir, sayıya dizdirir. Niyə ona bura xəşləməli da sizin çörəyinizi? Mənim nəyimə lazımdır? Ailə sizindir. Özünüz biləsiniz, Allah dartısın, özünüz biləsiniz. Burası mən nə deyirəm ki? Əlinin ayağını yığ, hayır və sonra keç olacaq. Yəni biləcək, bu qız, bu sən, bu qismət, özünüz biləsiniz. Mən nəyimə lazımdır? İsmət! İsmət, dur! Bu nədir bütün gün jurnallara baxırsan? Hanı sən cibin pulu, hə? Çıxart tök bura! Çıxart tök bura görüm hanı sən cibin pulu? Bəsdir də Vəfa, bəs. Nə bəsdir? Hanı sən cibin pulu, hə? Tez elə də görüm kimə xərcləmirsən pullarını? Əşi, bəsdir də Vəfa, bezdim ey mən artıq, bezdim. Məndən bezmisən qismət? Hə, Sən məndən bezmisən, hə? Ona görə bütün gün jurnaldakı qızlara baxırsan, tez elə də görüm kimə xərcləmirsən pulları? Hə, ona görə bütün günü qızlara baxıram ki, səndən bezmişəm, sənin sifətindən, sənin səsindən, hər gün evdə olan dava-dalaşdan bezmişəm. İsmət, elə eləmə ki, səni pol taxtasını döyüm, ha? Nədir mən döyülməklə qorxuzursan? Ha, döy! İsmət. Ha! Talih! Gəl gedək işə, axşam da evə gəlməyəcəm. İsmət. Özü kimin yanında gəldi başlayırsan ki, yataqxanada belə qaldım, yataqxanada elə qaldım, belə söhbətlər eləmə. Yataqxanada... Başlama yataqxana belə gəldi, yataqxana belə getdi. Fət, oradakı yataqxana var, buradakı kimidir. Oradakı yataqxana var, yekə villa vardı. Bütün otaqların şəraiti, isti soyuq suyu, jacuzzi vannaları, bir otaq da o birisine oxşamır. Elə? Bütün otaqlar remontlandı. Onda bala hamının yanında deyərsən ki, İngiltərədə yataqxanada qalırdın. Belə çünki bizim o 2 mərtəbəli evimiz sənin o yataqxanaların yanında heç nədir də. Ata, oranın sən yataqxanalarını elə tam görməmsən. Hər şey, hər cür şərait. Onda belə düşə, bala, biz o 2 mərtəbəli evimizi təmir etdirməliyik. Ha. Tak, belə edirsən də, yaz. İnternetdə girirsən zaferoglu.az saytına. Zaferoglu.az saytına. Onlar təmir tikin işlərinə baxırlar, özlərinin briqadaları var. Gəlirlər evə, evin şəklini çəkirlər. Sonra o şəraitə uyğun kompüterdə dizayn hazırlayırlar sənin ürəyin istəyən səviyyədə. Başlayırlar evi təmir eləməyə. Heç evə getmək də lazım deyil. Sən ürəyin istəyəndə girirsən həmən bax bu sayta, evində təmir işlərinin gelişi ilə, o yeniliklərlə tanış olursan, əsəblərin yerində heç bir problemsiz, axırda da lazım olan vaxtda evini super təmirlə verirlər sənə. Yaz. Zaferoglu.az saytı, ay sağ ol. Sağ ol Təmim Əli. Həsrət, yaxşı gəldin. O qələndərin qızı ilə niyə sporlaşırsan, hə? Ayıb göl, heç utanmırsan. Neyim Təmim Əli, mən qələndərin özü ilə spor eləyirdim. O da durdu getdi qızını gətirdi üstümə. Dedi qabağımda yeməli deyiləm ki, mən də qoydum üstünə kod elədim. Sənin tayların gedib çempion olur, sən də deyib qızla spor eləyirsən. Ayıb da, hə, utanmırsan. Sən yekə olasan. Bu cep qızını gətirsə mən də üzünə baxacaq. Tapdım, hə? Tapdım. Tapdım, ay! Sənin qədəmlərini, bu sənətləri tapa bilmirdim deyin. Məndən 25.000 manat istəyirdilər, nə yaxşı oldu, tapdım bunu. Gördün deməm, ayağım düşərdi Təmim Əli. Hamısı yerindədir. Esya, 25.000 manat deməkdir bu. Sən o sənə bir dönər alacaq. Atəmlə də o Kimdən də 4 manat pul qoyacaq. Şi adamsan Təmim Əli. Esya, gəlsin bu dəqiqə çıxarsın bunu, gedim subut eləyim ki, mən 25.000 manat yana düşməliyim axı. Burada nə qazanıram mən? Də Teymur müəllim. Esya, al bu kağızdan 4-5 kopya çıxart gətir. Biraz ehtiyatlı ol, diqqətli ol. Yaxşı. O nə sənətlərdir, ata? Bana o sənətlərə görə az qalmışdı, mən 25.000 manat ziyana düşüb. Çox qiymətli sənətlərdir. Oh my God. Sonra danışalım. Esya, gətirdin. Gətir baxım. Bax bu hamısı ksiroksan. 25.000 manat deyə o Esya. Esya,
Deyəsə, bu kağızlar niyə bu gündə deyəsə, bunlar nə qara ləkələr deyəsə bunun üstündə? Neyini Teymur müəllim? Bir yaxları görmürsən çay içəndə dağılıb bu originalın üstünə. İndi Xeroxdan da elə şey çıxıb da. Yaş da vinavata что ли? Sən vinavat deyilsən, vinavat mənəm ki, səni burada saxlayıram. 25 manat yox, 25.000 manat. Deməm, indi bu belə çıxdı deyə mənə dönərimi almayasın. Ha, dönər vaxtıdır. Sən niyə gəl mənim qapı açılır? Niyə gələnlərin qızına spor edeyim? Demə bir Hələ o yaxşıdır, mən o zaman yaxşıdır, sən bu ki, gəlməz bir yerə. Elə bir... Mənə deyir ki, bezmişəm sənin sifətində. Bezmişəm sənin səsində. Aga söz də deyir. Bu bizim yerimiz olsa neyniyər? Arzu sizin klinikada plastik əməliyyat eləyirlər. Yox. Soruşun. Soruş. Doğrudan? Az bir sakitləşdir, az bir toxtadır. Alo. Həkim salam. Bizim klinikada plastik əməliyyat eləyirlər. Yox. Deyir eləmirlər, amma mən eləyərəm. Neçə eləyir? Neçə eləyirsiniz? Aa, nə yaxşı belə ucuz. Az deyir, təzə öyrənirəm ona görə. Arzu, soruş gör mənə Beyoncé oxşada bilər. O kimdir az Beyoncé? Həkim, siz mənim bacımı Beyoncé oxşada bilərsiniz? Deyir oxşadaram, amma arı vurmuş formasına vəfa. Neyirsən? Bəs Angelina Jolie-yə? Bəs Angelina Jolie-yə? Az deyir, getsin David Copperfield'in yanına. Az bir telefonu qoy. Mən onları götürürəm. Hə, saçları var. Saçlarımı neyini? Az deyir, saçı olmasaydı Elarizə oxşadardım da. Gedirik. Həkim, siz onda çəngəl bıçağınızı hazırlayın, biz birazdan gəlirik. Hə? Gəlirik, yaxşı. Sağ olun. Ay bala, gedib bir ətək pul verib. Sifətinizi dəyişdirməkdənsə mən adam tanıyıram ki, 50 manata sənin sifətini elə dəyişər ki, özün bax, özünü tanımazsan. Kimdir ayım o? Deyib, boksör Əli İsmailov. Bir dənə qoyur adama, adamın sifəti dəyişir. Arzu, bəlkə mən özümü Aygün Kazımovu oxşadım. Az özü Aygün Kazımovu oxşatsam, bütün günü Namiq Qaraçıqlı düşəcək dalınca meyxana deyə lazımdır sənə. Ay Arzu, bəs sən gedib plastik əməliyyat eləyəndən sonra o toy şəkillərinə necə baxacaqsan, kimə göstərəcəksən onları? Tanımayacaqlar ki səni. Doğrudan yaxşı yadıma düşdü. Alo, Talih, qardaş, mənim toy şəkillərim nə oldu? 10 il deyə pulunu da vermişəm, sənki getirib çıxartdırasan. Hə? Bax, sənə arxanama, ay Talih. Hə, yaxşı. Nə deyir? Deyir, vermişəm fotoqrafa yuduzdurub çıxartdırıb verəcək. 10 il deyə bu sözləri deyir. 10 il! Bəs mən indi kimi özümü oxşadım, qismət tezdən qayıtsın. İnteresli adamlar var, mən ölüm. Gör məni nə hesab edirlər, bunlar. Deyir ki, mən barter üsulu ilə reklam yerləşdirdim sizin qəzetdə. Mən sənə turşu, şoraba verim, sən də məni reklam elə. Həmən adamlara baxın. Gör məni nə hesab edirlər. Səviyyəsiz. Səviyyə Nə oldu, nə dedin? Heç nə? Qəzetdə reklamı yerləşdirdim, indi 2 kilo şoraba söz vermişdim, gətirib çıxardım. Gör nətən ləyaqətsiz, şərəfsiz adamlar var. Gör biz hansı zamanda yaşayırlar. Söz vermişsən, bu şorabanı gətirib çıxartdım və mən quru yeməliyəm bu kartoşka qızartmasını. Mən yazıq da öləməməsin. Oy, Teymur müəllim. İşte bu yazmalı mən sizə gətirərdim qəşəng turşu. Evdə mamam qəşəng turşu qoyub. Doğrudan isə o çay içdiyimiz bankdan aparışdım, belə xiyar, çiçək burnu, belə turşu gətirərsin. Xərəşo, pomidor da var. Allah, gözəl. Yaxşı. Yaxşı. Siz bilirsiniz maddi nədir? Maddə də, maddə, cinayət maddəsi. Neçənci maddə? Yox, onu demirəm. Yaxşı. Bilirsiniz sıxıntı nə deməkdir? Sıxıntı.
Əlbəttə işte mən o deyib sıxıntı da bax paltar kurtkan bilirsən gəlirsən adamın əynini sıxır. Ayaqqabı mənim ayağım qabar eləyib də. O da sıxıntıdır da o da sıxıntıdır. Yox, bilmədim. Qoy cümləni bitirdim. Bu ayın axırı, maaş vaxtı maddi sıxıntı olacaq. Gənə yaxşıdır, heç olmasa nəsə olacaq Teymur müəllim. Elə aylar okey iş nə olur? Bu dəfə Maaş gənə da olur. Prosta Teymur bilmək istəyirəm ki, bu həriyə nə qədər maddi sıxıntı olacaq? Siz nə qanmaz adamsınız. Yaxşı. Qoy əməlli başlayayım. Mənim sizə bir şad, bir də bəd xəbərim var. Bəd xəbər odur ki, bu ay maaş olmayacaq. Ben deyirdim maddi sıxıntı. Maddi sıxıntı o deməkdir. Maaş yox. Şad nədir? Şad xəbərdə odur ki, yanımızda şadlıq evi açılır. Ha, deyirəm, Hə. doğrudan bu Nadir, nədir onun adı? Nadir? Nadir də, Qafarzadə, Nadir. Qafarzadə. Hə. Doğrudan əjdaha da az ha. O nə əjdahadır? O əjdaha Nadir. Hə. Pişik güneldən it kimi qorxur. Az, indi daha pişikdən qorxur, itdən qorxur, bilmirəm, türküdən qorxur, bilmirəm. O gün mən statistika idarəsindeydim. Harda? Statistika idarəsində. Balam, dedilər mənə ki, gündə toydadır. Gündə toydadır da bu adam. Toyu olacaq da, niyə də olmasın? O gedir toy yiyəsi ilə dil tapır, danışır. Yoxsa sənin kimi toyda dava salmıram. Mən... Kıstati. Nə? Bax önləri. Toyda niyə dalaşırdın, hə? Az, ay mənə qınıya, az, mən dava salalam. Mən dava edən adama oxşayıram. Ha, toydu, toy. Hə. Bəy də qutarıb konservatoriyanı. Hə. Bəylə oxuyuram ki, daha burada başqa bir məsələ olmasın. Bəy axırda gəlib mənə nə desə yaxşıdır. Nə dedi? Konservatoriya qutarıb. Deyir tərəkkəmə oxuyun. Boy. Tərəkkəmə, konservatoriya deyir tərəkkəmə oxuyun. Əzi, tərəkəmə demədi. Hə. Dedi belə biraz hərəkətli oxu. Belə jestlə oxu. Elə. Hə də deyir belə jestlə. Çəkil. Nömrə tanış deyil. Yəqin kırmızdır. Başla. İkimizdən Alo. yürək var. Alo. Hə, qardaş. Yar səndə. Toyda da. Sevgi adlı. Həmşək kimi toydayız. Hər gün. Bəli. Və eşitmirəm. Bizim də öz taksimiz var da. O qədər baha getmirik. Burada Alo. Eşitmirəm buradan. Sıxırıq toy. Fayyə çıxıram, fayyə. Ora sən gələ, ora sən. Biri gedirəm. Fayton. Hə, oxu. Sən Allah, ora sən gələ. Fayyə. Yaxşı. Əşqadına düşdü mənə məhəbbətin. Ha, saxla. İndi zəng edəcək. Kim idi? Yəqin klientdir. Hələ götürmürəm, görsün ki, biz məşğul tapıyarıq, qoqalsınlar. Ay Nobel müəllim. Bəli. O dünən toyda geyindiyiniz pencəyi təz almısınız? O pencək dövrdü. Nə idi bəs? O paltomun astarı idi, pencək yerdə giymişdi. Sakin. Klientdir. Başla. Sevgilim. Alo. Sevgilim. Alo. Bəli. Səsinə cavab Ben nömrədən bildim ki, sizsiniz. Bəli. Sevgilim. Qardaş valla. Mümkün değil. Yani fayye çıkıram, fayye. Bəli, fayye. Çıkıram ya. Kardeş yol verdim. Bir dakika yol ver. Arkadaş bir daha bir yere çık. Fayye çık. Geldirəm. Bir dakika kaydıram. Cemaat da değil, bırakmak istemiyorlar beni. Edebilirler. Ha bildim, nömrədən bildim. Görüşək. Ha behleşək kardeşler. Ha bu kendini kim behti aldı, tutardı onun canını aldım. Beh verdin onun canını aldım.
Necə? Necə? Baş üstə. Könlümün sen Baş üstə. vermedin. Üstə, baş üstə. Sevgilim, sevgilim. Ne oldu? Clint idi, ne deyirdi? Klient. Altdakı qonşumuzdur. Dil bəstə uladuz. Ne? Qoyun yataq. Sənə demədiyəm. Yaxşı. İclasımızın deməli bu məqamında ayaqqabısını kim çıxardı yenə burada? Yox deməm, mən də yerimdə. Bəs buna qoxusu deyib, başım çatdı deyib bu iyiden bayaqdan burada. Hə, deməm, mən üstümə ətir vurmuşam. O çitaylar satırlar, 2 manata 2 litr balonda, boçkada belə. Üstünə bax. Bir də belə zirzibili vurup bura gəlməyib də. Elə bax ona görə də sənin qəzetin reklam müdürü təyin edirəm. Başa çıxmam, niyə? Bizdə nə reklam yerləşdirən var, nə onun reklamdan başı çıxır, nə deyişi məndə o ştab yoxdur, bildin nə var? Deməli, mən vəzifəmi qaldırıb işdən çıxartmaq lazım deyil məni. Baxır, ona görə deyirəm ki, kim işinin öhdəsindən gəlməsə, onun vəzifəsini böyüdüb, onu işsiz qoyacaq. Necə ki, o vaxt məni icra başçısının mavini qoyub kargerdə daş daşıtdılar, bax siz də qulağınızı açır eşidir, ha. Bax, kakras hamınız buradasınız, qulaq asın. Biraz maaş söhbətində, maaş çərklərində biraz dəyişiklik var, bu maddi sıxıntılara görə. Bəli. Deməli, mən siz qəti narahat olmayın. Oktyabr ayının maaşını verəcəm iyun ayında. İyun ayının maaşını verəcəm deməli sentyabr ayında. Sentyabrın maaşın uşaqların dərs məsələsinə görə verəcəyik fevral ayında. Fevralın da maaşın mart ayında Novruz qabağı. Başa düşdünüz? Yox. Deyəm. Ramazan ayının maaşını verəcəm Şəvval ayında. Məhərrəm ayının maaşını verəcəm Səfər ayında. Səfər ayında maaşını verəcəm Şaban ayında. Başa düşdünüz indi? Yox. Siz nətər musulmansınız, mən sizi nə dildə başa salım? Salam aleyküm. Vay, Salam aleyküm. Əyləşin. Elə ayaqüstü bir söz deyəcəm Yox, sizə. mən şey deyim. Əyləşin. Bax Teymur müəllim, bütün kollektivim burdadır. İstəyirəm bax elə hamımız burada olmuşkən üzvünüzə bir kəlmə söz deyim. Buyurun. Mən sizin qəzetinizi başdan ayağa kimi oxudum. Çox sağ ol. Və belə bir qənaətə gəldim ki, sizin intellektual səviyyəniz yoxdur. Zaravat edirsiniz. İntellektual səviyyənə də buna danışır. Sual bir zaman cavabını verək. İntellektual. Sual bir cavabını verək. Yaxşı, sual verəcəm. Kimdən başlayaq? Talih, səndən. Səməd Vurğun neçənci il anadan olub? Səməd Vurğun 1906-cı ildə. Yoxlayacağım Yaxşı, bəs Nizami Gəncəvi neçənci ildə rəhmətə gedib? 1209-da. Yaxşı, bəs Spartak Hüseyin nə vaxt olub? Eradan əvvəl olub da. Neçənci ildə? 74. Yaxşı, bəs Stalin nə vaxt vəfat edib? Nə qarıbdı Stalin? Ölüb də. Deyirəm axı Stalin vəfat eləməyib. Stalin ölübdür. Neçənci ildə? Stalin ölübdür. Onu yaz da qəzetə. Gəl Stalin öldü. Neçənci ildə vəfat edib? 53-də. Halal oldu sənə. Halal Talihə. Talih, sən bunları hardan bilirsən ha? Düz çıxdı ki. Təsadüfən demişəm hamısını. Gördünüz səviyyə. Yaxşı, intellektual səviyyə müəyyən qədər bildik. Qismət müəllim, sizə məqalə demişdim, onun axırı nə oldu? Siz deyən kimi yazdım, çapa vermişəm, narahat olmayın, hər şey hazır. Çox sağ olun, minnətdaram. Talih, bəs sənə dediyim məqalənin axırı nə oldu? Valih müəllim, siz dediyiniz kimi məqaləni qəşəng ortadan cırdım, yandırdım, küləyə verdim tozunu. Yox, halaldır. Zibiliyyət var. Bugün gözümə girməyə başlayıb, halal. Yaxşı, siz durun çıxın, mənim Valih müəllimlə söhbətim var. Oldu. Burada deyirsən,
səviyyə verin ona. İntellektual səviyyə. Bıçaqlar baxmışsın. Tam ki gəlsin, görürsən, şunu versin, bıçaqlar. Gəzə çıxın bir. Sən deyirəm ki, reklamı görəm. Oy. Hardan gəlsən ha Ceyran xala? Klinikadan. Boy. Vəfanın üzün cərrahi əməliyyat eləyiblər. Hə. Yaxşı. Gözəlləşmək üçün eləyib. Hər yeri bitdi. Hə, axşama götürəcəklər, buraxacaqlar evə. Mən sənə bir sözdüyüm, bu plastik əməliyyat fərqli şey deyil ha. Michael Jackson plastik operasiya elədilər, axı sifətini dəyişdilər, çürüdü öldü. Michael Jackson'da çürümə ona görə olmadı. Michael Jackson'da çürümə Nüşabə onun mahnısını oxuyandan sonra. Bu plastik əməliyyat çox vaxt ölümlə nəticələnir. Az ağzını xeyirliyə aç az. Nə də az mənim bibim oğlu ilə o plastik əməliyyatın qurbanı oldu. O da üzünü dəyişdirirdi. Yox, o doktorudur. Bir nəfərin üzünü operasiya eləyib, plastik. Hə, o da belə eybəcər hala düşüb. Onu da qohum əqrabaları yığılıb həmən o xəstənin. Mənim bibim oğlun o ki var çırpıblar, el onunla da öldü getdi bəli. Gəl. Sən o da deyil. Nədədir bə? Sağ deyəcəm. Əjdə Pekanı tanıyırsın da. Hə. Mənə onun üzünə elə bıçaq dəyməmişdi. Teymur müəllim, Bəli. sizin oğlunuz İngiltərədə təhsil alıb? Təhsil almağını bilmirəm, amma İngiltərədə oxuyub, özü biraz çox yüksək səviyyədə. Özü də yataqxanada qalıb, həmisi. Nədir ki? Heç nə, Teymur müəllim. O sol tərəfinizdəki məqaləni verin, zəhmət olmasın. Sol tərəf. Sol, Teymur müəllim, sol. Sol budur da, məni çaşdırırsan, bu da bax, sol tərəfdəki məqalə. Görək bu həftə məqalənizdə nə yazmışsınız? Halal Nemət Min Bərəkət şirkətinin məhsulu olan sevimli kalbasalarının tərkib hissəsi. Ay, sağ ol. Mal əti, toyuq əti, kərəyağı, xamal, ədviyyatlar. Nətərdir? Yox, yaxşıdır. Olduğu kimi yazmışsınız. Həmişəki kimi. Bir də Teymur müəllim, baxın bu sağ tərəfdə də bu manqal üstünün, yəni loqosunu və tərkib hissəsini yazırsınız, qeyd edirsiniz. Sağ tərəfdə. O ki qaldı sevimli kalbasalarına Teymur müəllim. Bütün sevimli insanlarımıza məsləhət görürəm. Görürük. Bu da çay. Sağ ol Esi. Vali mənim, buyurun çay için. Bəs stəkan Teymur müəllim? Stəkanı keçən dəfə salıb sındırdın da. Elə götür çaynikdən çək başına. Qorasın, birinci sən iç, başla. Sağ ol Teymur müəllim, mən içmirəm. Hə, onu da böyle ben içeyim, ürəyim yanır. Vali mənim, elə içməli deyil, elə çox istədiyorlar, götürsən iç. Məni qocatdılar İtali. Məni qocatdılar. Niyə? Əmin zamanlıqda bir sənə simpatik idi. Deməli, sağ tərəfdən Brad Pitt oxşuyurdu. Sol tərəfdən Tom Cruise. Biri səndən açın oğlan idi. Və nə oldu hə? Hə, nə olacaq? Bir dəfə kətdə yolla gedirdim. Qaça-qaça. Elə təzə yola çıxdım. Qaça-qaça gedəndə birdən sədrin oazikindən rastlaşdım. Düz lobalov. Sifətimi it günü qoydu. Belə də pis söylsən, belə də Brad Pitt oxşuyursan da qaqa. Keç onu tanıyırsan ki. Mən də uşaq belə simpatik olmamışam. Çox eybədər, bahiməli sifətim var bir qismət. İnarsan mən gündüz güzgüdə özümə baxanda kövrərdim. Mən gecə güzgüdə özümü görəndə irpələnirdim. İt əlimdən ətbə yaldı yemirdim. Mənə deysinir də. Mamam istəyir ki, mən uşaqlıqda olanda, uşaq olanda boğazımdan ət asıllarmış ki, it yaxın gəlib məndən oynasın. Bir interesli bidim vardı uşaq.
Ben o operasiya etdirdiniz. Nə operasiya? Sıldırım qayağın üstündə dururdum, tütək çağırdım. Ayağım sürüşdü, ağzı üstə nətər qayağın üstündən düşdüm. Çıngıllı daşların üstə sifət üstə düşdüm. Biraz onda dəyişdi sifətim. Bir də ildırım vurdu. Ağac, oradan da sifətimə belə etap dəyişdim. Belə yavaş-yavaş şeydir. Ne bileyim, mən bizdə də yıxılsam tamam Brad Pitt oxşayacağım. Şansörsən yeter. İkisinin də var, konkret kamaz vurur da. Sifətindən qismətdə yazılmamış diyorsa. Ay Nobel, Ona görə, bəli. o gün toya getmişdi restorana. Orada o baş administrator gəzirdi. Hə. Ona bir fikir verdi. Az fikir verdim, heç ondan mənim gözüm su içməli ilə gəzirəm. Nəysə mənə elə gəlir ki, o özündə plastik əməliyyat elətdirib. Nəyə görə? Görmədin, eşitmədin. Bizə dedi ki, siz hələ mənim o biri sifətimi görməmişdiniz. Elə? Bil müəllim. Bəli. O günləri toyda bir müğənni var da. Gördünüz də onu, belə qaşın belə çəkib. Hə. Ondan gözünə belə kiprik qoyub, dodağın şişirdi, bamadanı da yaxıb. Ne gün deydi o. İstədim ona deyəm, nə olmaz, nə olmaz. Görməmişsən. Az yaxşı eləyirəm. Pamada da özümündür, pudra da özümündür. Nə deyirsən? Teymur müəllim, bizi təcil çağırıblar, evə getməliyik. Xoş getdiniz. Oluşasın. Heç ya. Hava haqqında məlumat yerinə yaz. Sabah, bir dəqiqə gözlə. Bəli. Nətər? Doğrudan təbrik edirəm. Heç ya. Təcili birinci səhifəyə yaz. Şok, şok, şok. Azərbaycan futbol yığma komandası Türkiyəni 1-0 udub. Yaz. Teymur müəllim. Etaşı bir həftə bundan 10 gün qabaq olub. Doğru. Necə bunu yazaq? Doğrudan. Onda şokun birini çıx 2 dənə yaz. Şok şok. Azərbaycan futbol yığma komandası Türkiyəni 1-0 udub. Hava haqqında məlumat yerinə də yaz ki, sabah gündüz 38-40 dərəcə, axşam 33-35 dərəcə isti olacaq. Teymur müəllim. Günə çıxmayın. Hə. Havalar soyuyub. Necə bu isti havanı yazaq? Uca qış gəlir. Ay bala, sən mənlə mübahisə eləmədə, sən spor eləmədə nə deyirəm onu yaz. Sən bunu yazası, sən bunu orada çap eləyəsi, həsrət o yerişlə bunu mətbəyə aparası, mətbəədə çap olunası, bu köşkə gedəsi, onu orada oxucu alası, oxuyası, gör nə qədər vaxtı. Ya gələcəkdə ona qədər. Nə deyirəm yazda spor eləmədə iki qızsın. Bax, bu şəkili də vurursan birinci səhviyə. Altından da yazırsan ki, David Beckham'ın arvadı Victoria Beckham. Bəlkə David Beckham'ın həyat yoldaşı yazaq. Niyə? Həyat yoldaşı da elə arvadı deməkdir də. Ay qız, sən mənlə spor eləmədən nə deyirəm onu yaz. Oxucun niyə dağa daşa sarışsan? Həyat yoldaşına elə bilərlər ki, qonşudur, yaz arvadı da bu. Gelin spor eləmədən, sən deyirəm onu yaz da bu. Ne oldu? Ay qismət, heç bilmirəm necə deyim, ürəyim gəlmir. Vəfa getdi arzu işləyən klinikada üzündə plastik əməliyyat elətdirib sifətini dəyişdirir. Hə? Laf yaxşı. Aslı bezmişdim o sifətindən. Nə olubdu? Vəfa getdi klinikada plastik əməliyyat elətdirir üzündə. Başa düşmədim. Kimdən məsləhət elib getdi? Mən burada böyük qaynam. Niyə Ceyran xala? Böyük qaynam. Mənə dedi o. Sən kimsən ha? Başa düşməm, o nə deməkdir? Yəni deyirəm ki,
Heç olmasa köynə sifətinə gedib 50 kilodan zada 5-10 min borc götürərdi də qadın. Mən hələ onun sifətindən 5 qəpik xeyir götürməmişəm, ay qismət. Mən də başa düşdüm. Yaxşı. Kismət, sənə sürprizim var. Nə sürprizi yenə. Vəfa. Bir vefa bekleme geçen zamandan mevsimler vefasız yıllar vefasız bir umut bekleme sevdadan aşktan seviyorum diyen diller vefasız gün gelir gönülde solar çiçekler yalana karışır bütün gerçekler sevenler gideni boşuna Qəşəng alınsa, məni də apararsan həkimin yanına. Ay Allah, buralarımı Bu hayatta qohum olduq biz bir zaman bizi qohum eyləyənə canımızda qurban yaşayırıq ömrümüzü şən firavan biz mehriban bacanaqlarıq yeri gəlsə dostluq həm də yoldaşıq biz dar məqamda etibarlı sirdaşıq biz sanki hamı sanır doğma əziz qardaşıq biz mehriban bacanaqlarıq ay bacanaq Nə yaxşı ki belə bacanağım oldu mənim hər bir işimizdə bir-birinə dayağıq bir yerdə olanda olur həyatın acıları dərdi qəmi birdir gördüyümüz hər işimiz söhbətimiz hər sözümüz mehriban